sənin evi yığışdırmalıdır, sənin işlərini görməlidir, evin xanımıdır, evin xanımı kimi də eləməlidir. Amma sən ona hambal gözü ilə baxmamalısan, saat qoymamalısan, vaxt qoymamalısan. Onun ürəyi nə vaxt istəyir, o vaxt eləməlidir. Çünki o evin xanımıdır, surjanqası deyil. Sən onu maaşlı şəkildə evə qulluqçu gətirməmisən ki, bu saatda buyurursan, bu saatda da bitəcək o evin işləri. Elə bir qayda qanun heç arada yoxdur. Heç bir qadın, heç bir kişinin köləsi deyil. Həyat yoldaşı ola bilər, köləsi yox. Kişi də qadının başının tacı ola bilər, qadın da kişinin. Kimsə kiməsə kölə gözü ilə baxa bilməz. Bu haqq heç kəsə verilmir. Lap ərin olmur, belə kim olur olsun. Fərq eləmir. Kimsə sənə kölə gözü ilə baxsa, sənə nə sevmir, nə də sənə dəyər vermir. Bir qadının bir evdə gözləri parıldayırsa, bir evdə bir qadının üzü gülürsə, o evdə həmişə ruzu bərəkət olacaq. Bir qadının gözündən yaş axırsa, bir qadın bədbəxtdirsə, o evdə heç vaxt ruzu bərəkət olmayacaq. Həmişə də o evdə mərdəmazarlıq olacaq. Ruzunuzun, bərəkətinizin artmağını istəyirsinizsə, qadınınızı xoşbəxt eləməyi bacarın. Bir dənə 6 manatlıq adi qızıl güldür. Onu alıb gətirmək belə kranla alıb gətirmirsiniz, nəylənsə alıb gətirmirsiniz. Ağırda. Nəylənsə alıb gətirmirsiniz onu. Güldür də 6 manat da onun dəyəri. Kindir 1 manata 60 qəpiyə satırlar. Bir dənə kindir dəlində alıb gətirsinlər. Qadını xoşbəxt eləmək çox asan bir şeydir. Amma hər kişinin başı üçün deyil. Bəzi kişilər düşünür ki, mən bahalı hədiyyə alıb xoşbəxt eləyə bilərəm. Bahalı hədiyyə çöldəki quşlar üçündür. Amma xoşbəxt qadını cüzi hədiyyələrlə də xoşbəxt eləyə bilər. Demirəm evdəki qadınlara bahalı almaq olmaz, yox. Yəni demək istəyirəm ki, evdəkini 60 qəpilik kinderlə də xoşbəxt eləyə bilərsən. Ay bala, doğdun sən, dayan da, qız dürəşi beni yığır bayaqdan.